Hər birinizi salamlayıram dostlar. Bugün yenidən GeoGuessr videosu ilə qarşınızdayım. Bu dəfə bir sürpriz var. Çünki artıq multiplayerə qayıtdım və sizlə bir neçə duel oynayacağıq. Gördüyünüz kimi bu tabloda 5-ci yerdəyim. İlk altılığa düşmək bəs eləyir. Dol 4 diviziyasına yüksəlmək üçün. Mən də bunun üçün çalışıram neçə gündür. Və bəzi oyunları siz də izləyərsiniz. İndi Almaniyalı rəqib gəldi. Görək necə olur. Latın Amerikası vibe verir. Biraz araşdırım mı yoxsa elə random atım mı deyə fikirləşirəm. Neyse biraz araşdıracağım. Tələsməyin yeri yoxdur. Orada bir yaşıl lövhə görürəm sanki. Yox, lövhə deyil. Mən Talungiya basacağım, amma yəni riskli seçimdir. Çünki heç bir sübutum yox. Və Latın Amerikası da, amma Argentina. Və əsas odur ki, raundu mən tutdum. Amma seçim elə də yaxşı deyildi. Bu dəfə deyəsən və Türkiyə oxşuyur. Neyse basıram Türkiye'ye. Ama və Türkiye'de ama uduzan biz olduk raundu. Yine Latın Amerikası. Ümumiyyətlə Latın Amerikası çox gəlir bu oyunda. Rəqib seçim elədik. Bizim də az vaxtımız var. Oy. Bastım son saniyədə və düşək. Rəqib çox yanlış seçim elədi. Və ay ölmədi. 184 xalq qaldı. Bu dəfə Avropaymış kimi gəlir. Aha. Biz açıldıq. Hə, biz açıldıq. Qazaxıstan, Qırğızistan belə bir yerdir yəqin ki. Amma hansını seçim bilmirəm. Qazaxıstan seçəcəm. Və Qazaxıstanda amma tam digər tərəf. Amma rəqibin seçimi o da bərbaddır ki, və rəqibi məğlub elədik artıq. Yaxşı başladıq videoya. Bu move no move yazılıb. Move odur ki, hərəkət edilə bilən mod. Yəni elə indi oynadığımız. No move da odur ki, hərəkət eləmədən tapmağa çalışmaq. Mən elə doydum ki, hər iki mod gələ bilər. Yəni onlardan biri gələcək. Bu da hərəkət var. American Steel Buildings. Belə elə Amerikadayıq.
Ama hansı yerində onu bilmirəm. Araşdırıb bəlkə tapmaq olar. West nəsə Oscar Seafood Market. West Walnut Cesup Gia. Gia. Aha. Georgia. Atlanta şəhərini seçdim. O Gia'nın nəsə ştatın qısaltması olacağını düşündüm və xəritəyə gəlib gördüm ki, Georgia'nın qısaltmasıdır və seçdim. Bəlkə düz deyil, amma seçdim. Və bəli, Georgia ştatıdır, amma şəhər Atlanta deyil. Yaxşı başladıq. Rəqibdən müəyyən dərhal sildik. Fransaya oxşadı. Fransadır. Benoit André Saint-Marie nəsə. Roland Garros. Roland Garros şeydir. Tenis turniri olur. Özdə önəmli turnirlərdəndir. Baxaq görək. Neysə, mən artıq seçəcəm. Random bir yerə bastım. Oho, rəqib ora gedir. Yəni Argentina seçsə uduzacaq 100%. O? Bura harada? Uyda. Fransanın hansısa ərazisidir Hindokanda. Uyda. Heç gözləmirdim elə bir yer gəlsin. Neysə. Roundu biz utduq ən azından. Görək bura nədir? Cənubi ya da Cənub-Şərqi Asiya zonasıdır, o bəllidir. O seçdi, mən də seçəcəm indi. Yes! Bu knockoutdur. Rəqib getdi day. Rəqib Tayland seçdi. Mən də Tayland olacağına ehtimal verirdim əslində. Ona görə rəqibi qınaya bilmərəm. Nə 4-cü yerə qalxdıq burada. Yenə bir duel gedək. Bu points multiplier var. 6x seçdim. Əgər bu dueli utsaq, qazandığımız xalın 6 qatını verəcək. Bu da tabloda yerimi möhkəmləndirmək üçün önəmlidir. Yunan rəqib gəldi. Baxaq görək. Bu dəfə hərəkət yoxdur. Hərəkət eləmədən tapmağa çalışacağıq. Dərhal seçdirəlim. Heç bilmirəm. Və qəşəng biz tutduq. İrlandiya idi. Lord to Autoparts.
Bilmirəm nədir heç. Amerika olduğunu düşünürəm. Attım. Ha, yenə mən tuttum. Kanada'da Vancouver şəhərinin ətrafında bir yer imiş. Amerikadayıq. Mənə elə gəlir ki. Ya da yenə Kanada verib bilmirəm. Yenə bastım. Yenə mən tuttum. Az fərqlə. Massachusetts ştatı, Boston ətrafı bir ərazi. B. Bu Avropada yəqin ki. Çox random seçilir. Estoniyadır. Belçika seçib uduram yəni. 4 round qazanmışam hələ ki, amma hələ oyun bitməyib. Çünki heç mən də yaxşı seçimlər eləmirəm. Günəş şimalda Yeni Zelandiya məncə. Yes, все, bu şey bitdi day. Və 600 halda verdi. 6 datını qazandım çünki. Və artıq bir gün qalıb tablonun sıfırlanmasına. Əgər ilk altılıqda qala bilsək yaxşı olar. Görüm o biri modlarda adam var oynamağa. Aha, var. Yadınıza gəlirsə ölkə tapmaq oynayırdıq. Burada əvvəllər yenidən qayıtdıq. Altı nəfər var. Daha çox olsaq yaxşı olardı, amma olsun. Atatam bacatsız emojiləri spamlayır. Niyə başlamadı bu? Oyunda arada belə şeylər olur, başlamır niyəsə. Normalda başlamalıydı, amma başlamadı. Neyse. Görün məsafə oyununda kimsə varmı? Cəmi 3 nəfər. Heç olmasa 4 olsaydı yaxşı olardı. Ən azından oynamaq olardı. Neyse, elə duellə davam edək bundansa. Yenə 6x multiplayer doydum. Almaniyalı rəqib gəldi. Və bu dəfə yenə hərəkət yoxdur. Və Britaniyada, amma Britaniyanın harasıdır? Onu bilmirəm. Belə dəniz görürəm sanki, ona görə belə bir yer attım. Rəqibi izləyirik indi. Rəqib hətta daha dəqiq seçim eləmək istəyir. Rəqib Şotlandiya tərəfdədir. Və rəqib qazandı. Böyük Britaniyada, amma Birləşmiş Krallıqda, amma Şimali İrlandiya hissəsi. Yaxşı başlamadıq. Görək bura haradır. Patricia Valley View. Heç nə başa açmadım da.
atıram. Kaliforniya attım. Rəqib nə edəcək görək. O da Amerika gəldi, amma o Texas gəldi. New Mexico ştatına getdi indi də. Və Arizona idi. Yenə az fərqlə rəqib qazandı. Neyse, bu iş burada bitmez. Devam. Burada Pare yazısı gördüm. Brezilya seçeceğim. Rəqib də Brezilya seçdi. Görək kim yaxın olacaq. Vaxt bitdi. Və dəşək, bu dəfə mən tutdum. Tuyaba belə bir şəhərdir. Şəhər də demək olmaz məncə. Avropadır deyəsən bu. Atı yazılı bura. Bulanıq düşüb oxunmur. Neyse, mən elə gördüm yani. Bastım Viyana'ya. O Xorvatiya seçti sanki. Xorvatiya yoxsa Avstriya, Sloveniya. Yenə biz uduzduq. Amma hələ ki davam eləyirik en azından. Afrika. Nə seçim bilmirəm. Attım Botswana'ya. Afrikanın cənubu olduğunu düşünürəm. Brezilya. İnanmıram. Və bəli, Namibia idi yer. Və böyük üstünlük kazandık burada. Bunu əldən verməməliyik. Nə seçəcəyimi bilmirəm yəni. Heç bir fikrim yoxdur. Attım Çiliyə. Rəqib Hindistan gəlir. Yəni uduzsaq çox pis olacaq yəni. Uduzsaq oyunu da uduzarıq. Bitti, şey bitti. Məhv olduq. Və son duelə də gedək. Sonra da videonu bitirərik. Və Avstriyalı rəqib gəldi. Baxaq görək necə olur. Amerika'dır böyük ehtimal ki. Mən indidən Texas seçirəm yəni. Rəqib Oklahoma'da, Kansas'da gəzir. Və Kaliforniya gəldi. Uduzduq bu raundu. Əsas oyunun sonunda udmaqdır. O da asan olmayacaq. Avropadır böyük ehtimal ki, amma yəni bilmirəm haradır yəni.
Ya fikir yürütmək belə çox yəni mümkün deyil mənim üçün. Attım İspaniyaya. Rəqib də yaxın bir əraziyə atır. Niyə Aralıq dənizində gəzir bilmirəm, amma vaxt bitdi. ADŞ İspaniyadır. Rəqib Aralıq dənizi seçib az da udacaqdı raundu. Yaxşı ki udmadı. Barcelona tərəf imiş. Deməli yol sağdan gedir normalda olduğu kimi. Amerika yəni. Golden Eagle Restaurant. Nəsə məxşur bir yerdir bura əslində, amma yəni mən bilmirəm aradı. Dağlıq bir yerdirsə dərbə gedərik. Oy da şəridi çıxıyor. Ölmədik ki. Hə, ölmədik. Ən azından. Freisen, Seigendorf. Almaniyadır yəqin ki. Nürnberg, ha. Nürnberg'de ətrafı seçdim. Ay da az fərqlənib deyə. Neyse, çox itirmədik en azından. Yazı niye bulur lan be? Hiçbir fikrim yoktu. Qəşəng. Serbiyaymış. Yaxın seçdim. Heç olmasa round tutduq. İkinci dəfə round tutduq bu oyunda. Yine Avrupa'da. Ve İsveçre. Öldük mü? Yok. 120 halım kaldı. Ölüm ayağındayım. Neyse risk edeceğim. Portugalya gelir o. Ben İspanya gedirəm. Mən tuttum. Hələ oyundayıq. Hələ də sağam. Bunu məncə fikirləşməyəcəm. Fikirləşmədən seçdim. Normalda Estoniya, Finlandiya getmək istəyirdim, amma 07-ni görüb Rusiya getdim. Yes. Dokuzuncu round buyurun. Oyun əməlli başlı uzanır.
Berestovskaya nəsə. Bilmirəm, belə bir şey edəcəm. Riskli seçimdir çox. Deyəsən məhv olacaq bu round. Yes. Bitti mi? Haha. Geçe. Moskvaymış hele. Uyda bu ne oyun idi? Ölüm ayağındayken rəqibi öldürdüm. 9 round devam edən oyunun sonunda tambet attım. Ve artık bu videonun sonuna gəlirik dostlar. İzlediğiniz için teşekkür ederim. Sağ olun, salamat qalın.